Şagirdləri mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözlərin mətndə hansı mənada işləndiyini öz sözləri ilə şərh edirlər. Bu fəaliyyət icra taksonomiyasının hansı mərhələsinə aiddir? Baxın, açar kəlməmiz nə idi? Açar kəlməmiz öz sözləri ilə şərh edir. Bu hansı mərhələ idi? Sanki anlama mərhələsi dediyinizi eşidirəm. Bəli, anlama mərhələsinin ən vacib açar sözlərindən biri idi. Buna görə də doğru variantımız olacaq anlamaq mərhələsi. Gəlin digər mərhələləri də bir xatırlayaq. Xatırlamaq mərhələsi yalnız məlumatı yadda saxlamaq idi. Baxın, əzbərçi, hafizəyə əsaslanan mərhələ. Sadalamaq idi, tanımaq idi. Şagird burada sadəcə mənanı xatırlamır. Burada izah edir, öz sözləri ilə şərh edir. Ona görə də A variantı qətiyyən doğru cavab ola bilməz. Anlama mərhələsini götürdük. Bəli, anlama mərhələsini niyə seçdik? İzah etmək, şərh etmək, öz sözləri ilə ifadə etmək, anlama səviyyəsinə aid idi. Baxın, əziz müdavimlər, sual da məhz bu fəaliyyət yönündə verilib bizə. C variantında tətbiq etmək. Tətbiq etmək nə idi, əziz müdavimlər? Tətbiq etmək, öyrəndiyini yeni vəziyyətdə istifadə etmək idi. Burada yeni bir situasiyadan istifadə yoxdur axı. Biz baxırıq yuxarıda verilən şərtə, görürük ki, orada tətbiq etməyə dair heç bir addım göstərilməyib. Təhlil etmə. Təhlil etmə nə idi? Hissələrə ayırmaq, müqayisə etmək, ən əsası səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək. Bu fəaliyyət yuxarıda müşahidə edilmir. Ona görə də təhlil etmə mərhələsi də doğru variantımız deyil. Dəyərləndirmə mərhələsi. Dəyərləndirmə mərhələsi də nə idi? Əziz müdavimlərim, fikir bildirmək, qiymət vermək, əsaslandırmaqdır. Sualda ümumiyyətlə qiymətləndirmə yoxdur. Ona görə də Y variantı da bizim uyğun variantımız deyil. Əziz müdavimlər, sizin üçün kiçik bir taksonomiyada xatırlatma eləyək. Xatırlamaq. Baxın, sadalayır, yadda saxlayır, tanıyır. Anlamı nə idi? İzah edirəm, şərh edirəm, öz sözlərimlə ifadə edirəm və ümumiləşdirirəm. Tətbiq, istifadə, biliyindən yeni formada istifadə həll etmə, yəni biliyini tətbiq edir. Təhlil, müqayisə edir, fərqləndirir, səbəb-nəticə əlaqəsini müəyyənləşdirir. Dəyərləndirmə isə nə idi, əziz müdavimlər? Əsaslandırır, qiymət verir, qərar verir öz sözləri ilə. Yəni, öz fikirlərini argumentə, sübuta, dəlilə əsaslanaraq bəyan etmək. Ümid edirəm, bu sualda sizin üçün